Abşeron yarımadasında bağ evlərinə tələbat əvvəlki səviyyədə deyil. Əmlak bazarı üzrə ekspertlər belə deyir. Xüsusən 2020-ci ildən sonra bağ evlərinə tələbat yalnız dənizkənarı ərazilərdə deyil, paytaxtdan kənar turistik zonalarda da çoxalıb. İndi əhali paytaxtın 150-200 kilometrliyində yerləşən bölgələrdə bağ evlərinə sahib olmağa üstünlük verirlər. Vətəndaşlar daha çox bağ evlərini turistik bölgələrdən alırlar. Həmin ərazilərdə istirahət üçün, vətəndaşlar üçün daha əlverişli olmaqla bərabər mövsümi və digər mövsümi aylarda həmin mənzilləri gündəlik kirayə verərək daha çox gəlir əldə etmiş olurlar. Ölkədə daxili turizmin inkişaf etməsi səbəbindən turistik bölgələrin tələbatının artması həmin ərazilərdəki təkcə fərdi yaşayış evləri, bağ evləri deyil, həmçinin iaşə obyektləri, otel və restoranlara tələbatı artırılmış. Bu isə öz-özlüyündə yeni iş yerlərinin açılması ilə bərabər həmin ərazilərdəki daşınmaz əmlakların satış qiymətlərində artımlara da gətirib sarmışdır. Turistik zonaların inkişaf etməsi həmin ərazilərə yatırımlarla bərabər həmin ərazilərdə yaşayan şəxslərin öz mənzillərini belə gündəlik kirayə verməklə öz əmlaklarından demək olar ki, aylıq külli miqdarda gəlir əldə edirlər.